5 manat, 3 manat qazanırlar, hamısı maşına xarç qoyur, maya qoyur. Dağılıb yollar bərbat gündədir. Ağdaş rayonunun Aşağı Ləki kəndində uzun illərdir yolsuzluq problemi yaşanır. Ölkənin əsas magistral yolu olan Bakı-Qazax şosesinin kənarında yerləşən kəndə gələn yol olsa da, kəndin daxilinə gedən yollar bərbat vəziyyətdədir. İnfrastruktur yox dərəcəsindədir bu kənddə. Ən kiçik kəndlər Azərbaycan xəritəsində adı olmayan kəndlər var rayonda. Onların məsələ içi asfalt. Heç olmasa çox demirik, baba bura qədər. Əhalisinin sayı və ərazisinin böyüklüyü ilə ən iri kəndlərdən biri sayılan Aşağı Ləki uzun illərdir bu problemlə üz-üzədir. Rəsmi qurumlardan ümidi kəsilən sakinlər vaxtaşırı öz vəsaitləri hesablarına yolların üstünə çınqıl daşları tökdürsələr də bu müvəqqəti çarədir. Belə 5-6 uşaqlar köməkləşib, nə bilim, oradan-buradan biraz qəpik quruş göndərirlər. Yolu bir balaca bərbat vəziyyətə çıxartmaq istəyirlər, onu da çıxartmaq mümkün deyil. Pisdir, ümumiyyətlə yolumuz pisdir. Yağış yağanda avtomobillər hərəkət etdikcə yollar yenidən dağılır, çalalar və daşlar üzə çıxır. Kənd sakinlərinin sözlərinə görə məktəb, uşaq bağçası, tibb məntəqəsi, dükanlar və digər obyektlər məhz bu yolun üzərində yerləşir. Bu vəziyyət xüsusilə uşaqlar və yaşlılar üçün çətinlik yaradır. Bu girəcək başdan. Yəni bir maşın qabaqdan gedəndə dalda tozdan getmək olmur. Qışda palçıq olur, yayda da toz olur. Uşaq qışda gedə bilmir, yayda da tozdan gedə bilmir. Yəni bu vəziyyətdədir yolumuz. Məsələ ilə bağlı kənd və rayon rəhbərliyindən cavab almaq mümkün olmayıb. Nə telefona cavab verən oldu, nə də açıqlama verən. Rəsmlərin bu biganəliyi kəndin girişində bərbat vəziyyətdə olan lövhələrdə də aydın görünür. Avtomobil Yolları Dövlət Agentliyinin məsələyə münasibəti isə belə oldu. Kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həll olunur və bu proqram çərçivəsində də cari il ərzində Ağdaş rayonu ərazisində 30 km uzunluğa malik 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması tərəfimizdən nəzərdə tutulur. Məlumat üçün bildirim ki, Aşağı Ləki kəndinin yolunun yenidən qurulması ilə bağlı da təkliflər hazırlanaraq dövlət proqramına daxil edilməsi üçün aidiyyət üzrə təqdim olunub. Növbəti illərdə həmin yolun tərəfimizdən yenidən qurulması nəzərdə tutulur. Amma kənd sakinləri üçünsə bu növbəti illər ifadəsi artıq illərdir təkrarlanır. Hər dəfə eyni vədlər verilir, lakin kəndin çalalı çökək yolları hələ də dəyişmir. Ölkənin ən iri kəndlərindən birinin giriş yolunun asfaltlanması illərdir gələcək planlarda qalır. Hər gün bu yollarla məktəbə gedən uşaqlar, xəstəxanaya çatmağa çalışan yaşlar üçünsə bu gələcək sözünə inanmaq getdikcə çətinləşir. Mövzuya yenidən qayıdacağıq.